Salam, bugün olan əsas xəbərləri dinləyirsiniz. Azərbaycan prezidenti İlham Əliyev Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı verib. Başsağlığı mətnində deyilir: Hörmətli cənab prezident, əziz qardaşım, İstanbulun Atatürk hava limanında törədilmiş amansız terror aktı nəticəsində çox sayda insanın həlak olması və yaralanması xəbəri bizi olduqca sarsıtdı. Biz bu qanlı hadisədən son dərəcə hiddətlənir, bütün dünya üçün dəhşətli bir bəlaya çevrilmiş terrorizmə qarşı mübarizə sayəsində qüvvələrin səfərbər olmasını, birgə və qətiyyətli səylər göstərilməsini vacib və zəruri hesab edirik. Baş vermiş bu faciə ilə əlaqədar sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüzünlə başsağlığı verir, yaralılara şəfa diləyirəm. Statın sonu. Türkiyəni yasa batıran hadisə ilə bağlı daha bir detal ortaya çıxıb. Belə ki, 36 nəfərin həyatına son qoyan, 147 nəfərin yaralandığı terror aktı zamanı terrorçu insan itkisini artırmaq üçün xain plan hazırlayıb. Yeni Şafaq qəzetinin yaydığı məlumata görə rentgen cihazından keçərək içəri girən terrorçu birazdan burada bomba partlayacaq deyə qışqırıb. Təşvişə düşən insanlar qapıya doğru qaçmağa başlayıblar. Nəticədə qapının önündə tünlük yaranıb. Bundan sonra terrorçular Kalaşnikovla insanları gülləyə tutublar. 20 yanvar metro stansiyasının birinci vestibülü iyulun 1-dən etibarən sərnişinlərin giriş-çıxışı üçün müvəqqəti bağlanacaq. İkinci vestibül isə əvvəlki qaydada sərnişinlərin giriş-çıxışı üçün açıq olacaq. Bunu reporta açıqlamasında Bakı Metropoliteni Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat Xidməti və İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev deyib. Stansiyanın birinci vestibülünə quraşdırılmış 3 ədəd eskalator istismar müddətini başa vurub və dəyişdirilməlidir. Birinci vestibül bağlı olsa da keçid piyadalar üçün açıq olacaq. Yəni sakinlər keçiddən istifadə etməklə Zərdabi küçəsini bir tərəfdən digər tərəfə keçməklə hər hansı problemlə üzləşməyəcəklər.